Salam, hörmətli müdavimlər, dəyərli müəllimlər. Bu videoda Jean Piaget'in zehni inkişafının mərhələləri nəzəriyyəsinə baxacağıq. Həm mövzunu təkrarlamış olacağıq, eyni zamanda da sualları bir yerdə oxuyub, təhlil edib, doğru şəkildə variantı tapacağıq. Gəlin bir yerdə sualları təhlil edib, sualları izah eləyə-eləyə, nümunələr gətirə-gətirə sizlə bir yerdə sual cavab eləyəcəyik. Çalışaq ki, test izahını dialoq şəklində dinləyək. Yəni, həm sual verin mən sizə, həm cavab verin və bir yerdə çalışaq ki, doğru şəkildə cavabları tapaq. Başlayaq birinci sualdan. Şagird abstrakt konseptləri təhlil edə bilir. Vicdan, ədalət, iftira kimi anlayışlar nə olduğunu düşünür. Sizcə bunu kim düşünər? Vicdan nədir? Ədalət nədir? İftira nədir? Abstrakt konseptləri təhlil edirsə, bu hansı mərhələ olacaq? Bu yəni suallara cavab vermək üçün gərək bunun yaşı çox olmalıdır ki, bilsin də. Məsəl üçün 7 yaşlı, 5 yaşlı uşaq nə bilir vicdan nədir, ədalət nədir? Bunu kim biləcək? Təbii ki, ən sonuncu mərhələyə aid olanlar. Ən sonuncu mərhələ hansı idi? Bəli, formal əməli. Doğru deyirsiniz. Yəni ki, 11-12 yaşdan yuxarı olan uşaqlar formal əməliyə aid olanlardır. Xüsusiyyətləri mən vurğulayacağam. Məndən öncə cavabı özünüz tapsaz, bu daha yaxşı olacaq. Keçirik ikinci suala. İkinci sualda yazıb ki, uyğunsuzluğu tapın. Doğrudan səhvi, səhvdən düzü axtaracaq. Yəni, üst-üstə düşməyənləri axtarırıq. Gəlin fikirləri oxuyaq. Plus-minus qoyaq görək, düzdür yoxsa səhvdir. Bu dövrdə olan uşaqlar əvvəlcə ətrafda baş verənlərə ancaq refleksiv reaksiya verirlər. Deyir, bu ilkin əməliyə aid olan. Ümumiyyətlə, belə yadda saxlayın, dəyərli müdavimlərimiz. Refleks sözünü görsəz. Ətraf aləmi nə ilə dərk edirlər? Reflekslərlə. Refleks varsa o hansı mərhələ aiddir? Hissi hərəki. Hissi hərəki. Hətta bunu demişdim, refleks sözünə yadda saxlayın. Amma bura ilkin əməli yazılıb. Bu səhvdir. Səhvcə götürürsünüzmü? Bəli, çünki uyğunsuzluq deyir. Baxın, əvvəlcə ətrafda baş verən hadisə ancaq refleksiv reaksiyalar verir. Yəni, refleks toxunur, baxır hər şeyə. Bu hissi hərəkidir. Ona görə ilkin əməli olmadığı üçün səhvdir. Biri götürəcəksiniz. Deməli, cavablarımızdan biri hərəki 1-dir. 2-yə baxırıq. Bu dövrdə olan uşaqlar həddən artıq ümumiləşdirmək. Bəli, bunu dərs izah eləyəndə demişdi ki, həddən artıq ümumiləşdirmə məntiq xətasına malik olanlar ilkin əməliyə aid olan uşaqlardır. Aidiyyatı oldu, olmadı götürür, nə gəldi ümumiləşdirirlər. Məntiqsiz ümumiləşdirmə aparırlar. Bu ilkin əməliyə aiddir, bu doğrudur. Yəni, bu sualları təhlil eləyəndə də ətraflı məlumat əldə etmiş oluruq. Ola bilər ki, nəsə yadınızdan çıxıbsa da test izahına baxanda yadınızdan düşəcək. Həddən artıq məntiqsiz ümumiləşdirmə ilkin əməldir. Bu düzdür, götürmürəm. 3-ə baxırıq. Piagetə görə təlimin məzmunu öyrənənlərin inkişaf səviyyəsinə müvafiq olmalıdır. Təlim nə deməkdir, dəyərli müdavimlərimiz? Təlim öyrənmə deməkdir. Yəni, öyrənmənin məzmunu öyrənənin, ya şagirdin inkişaf səviyyəsinə müvafiq olmalıdır. Mövzumuzun adı nə gedir, dəyərli müdavimlər? Zehni inkişafın mərhələləri deyir ki, yəni öyrənmə də uşağın inkişafı ilə bağlıdır. Bəli, bu doğru fikirdir də. Bu doğrudur, götürürsünüzmü? Bəli, götürürsünüz. Çünki uyğunsuzluq deyir. Yanlışdan doğru axtaracaq. 3-ü də götürürük. 4-cü fikrə də baxaq. Piagetə görə öyrənmə olmasa zehni inkişaf formalaşa bilməz. Dəyərli müdavimlər, Piagetə görə birinci inkişaf gəlirdi, yoxsa öyrənmə? Təbii ki, inkişaf eləməlidir ki, öyrənmə prosesi baş versin. Ona görə bu yanlış fikirdir. Yanlış olduğu üçün də götürmürsünüz. Deməli, düzgün cavabımız oldu nə? 1, 3, Y variantı. Davam edirik 3-cü sualla. 3-cü sualda yazılır ki, uyğunsuzluğu tapın. Gəlin uyğunsuzluğu axtaraq. Formal əməli hansı uşaqlar idi? Ən böyük uşaqlar, 11-12-dən yuxarı olan uşaqlar. Formal əməli mərhələyə aid olanlar sistemli planlaşdırma bacarığına malik, yəni işlərini sistemli şəkildə planlaşdırmağı bacarırlar. Təbii ki, bunu kim eləyəcək? Formal əməli eləyəcək, ən böyük uşaqlar. Hissi hərəki mərhələyə aid olan uşaqlar əşyalarla manipulyasiya, əşyanı atır, təzədən geri istəyir, əşyanı atır, geri qaytar deyir. Bir növ əşya davamlılığı varmı? Bəli, bu hissi hərəkidədir. Bu da doğrudur. Konkret əməli mərhələ provokativ suallara cavab verilir. Provokativ suallar mübahisəli suallara cavab axtarmaqdır. Bunu dərs izah eləyəndə də lövhəyə yazmışdıq. Provokativ suallar, mübahisəli suallara cavab verənlər kim olar sizcə? Təbii ki, böyük uşaqlar. Formal əməli. Bu konkretdə deyil, bu formaldadır. Ona görə yanlış cavab olduğu üçün bunu götürəcəyik. Digər variantları da təhlil eləyək. İlkin əməli mərhələyə aid olan uşaqlar məhdud sayda təcrübələri olduğu üçün, bəli, bayaq ikinci sualda qeyd elədim, məntiqsiz ümumiləşdirmə. Hətta özün üçün testin izah videosuna baxa-baxa özün üçün əlavə qeydlər də götürə bilərsiniz. İlkin əməldə nə var idi? Məntiqsiz ümumiləşdirmə, məntiqsiz ümumiləşdirmə. Bir də məhdud təcrübə. Məhdud təcrübə. Yəni bunu qeyd kimi özünüz üçün yaza bilərsiniz.
Məntiqsiz ümumiləşdirmə var, məhdud təcrübələri var və s. Hər dəfə mərhələlər haqqında məlumat topladıqca qarşısına qeyd eləyə bilərsiniz. Özünüz üçün bir konspekt dəftərinizdə yaza bilərsiniz ki, hissi hərəki, ilkin əməli, konkret əməli və formal əməli. Bunları qeyd eləyirsiniz. Hər dəfə testdə yeni məlumat əldə etdikcə tirə qoyub qarşısına müəyyən məlumatları qeyd eləyə bilərsiniz. Deməli, 3-də düzgün cavabımız oldu C variantı. Daha sonra Y variantımız qaldı. Gəlin ona da baxaq. Konkret əməli mərhələsinə aid olan şəxsi əşyaların növlərinə görə qruplaşdırmaq, fərqləndirmək varsa bu konkret əməlidir. Doğrudur, amma götürmürük. Çünki bizdən səhvi soruşurdular. Düzgün cavabımız oldu C variantı. 4-cü suala baxırıq. Azad seçim həmişə düzgün qərara aparırmı? Sualı ətrafında müzakirə təşkil edirik. Azad seçim hər zaman düzgün qərara aparırmı bizi? Bu suala belə baxanda çətin bir sualdır. Bu, yəni balaca uşaq nə biləcək? Azad seçim həmişə düzgün qərara aparırmı və yaxud da aparmır. Bu sual ətrafında müzakirə təşkil etmək üçün ümumiyyətlə öz fikrini bildirən, öz mövqeyini bildirən, fikirlərini əsaslandırmağı bacaran, öz mövqeyini bildirənlər kimlər olur sizcə? Təbii ki, böyük uşaqlar olacaqlar. Bəli, formal əməliyə aid olan xüsusiyyətlərdir. Xüsusiyyətləri daha çox vurğulayıram ki, cavabı özünüz tapasınız məndən öncə. Baxırıq 5-ci suala. Əsas rəngləri qarışdırmaqla qarışıq rəngləri almaq olur. Sarı və göy rənglərin qarışığından yaşıl rəng alınır. Deməli, yaşıl rəng qarışıq rəngdir. Zehni inkişafı mərhələlərinə görə deyir, bu mühakiməni yürüdən uşaq sizcə hansı uşaqdır? Yuxarıda deyirəm ki, əsas rəngləri qarışdıranda, baxın, yuxarı deyir ki, əsas rəngləri qarışdıranda qarışıq rəng alınır. Qarışıq rəng alınır. Qayda olaraq deyirik ki, əsas rənglər hansılarsa indi, onları qarışdıranda qarışıq rəng alınır. Bunu dedim. Sonra sarı və göy rəngləri qarışığından deyir. Demək, əsas rənglərdən biri hansı? Sarıdır, biri də göydür. Deyir, bunları qarışdıranda yaşıl rəng alınır. Deməli, yaşıl qarışıq rəngdir də. Deməli, yaşıl rəng qarışıq rəngdir. Biz bunu sonradan öyrəndik, yoxsa əvvəldən bilirdik? Təbii ki, əvvəldən bilirəm də. Əsas rənglər qarışdıranda qarışıq rəng alınır. Qaydanı deyəndən sonra nümunə gətirirsinizsə, bu nəyə aiddir? Bu deduksiyadır. Deduksiya da harda olur? Konkretdə idi, yoxsa formalda idi? Bəli, formal əməldə idi. Düzgün cavabımız oldu D variantı. Qayda yuxarıda deyilib. Hətta baxın, biz buradan bu tərəfəsini oxumadıq ki, özümüz tapdıq. Sarı göy rənglər qarışdıranda qarışıq rəng alınır. Deməli, sarı ilə göy əsas rənglərdir. Qarışdıranda yaşıl. Avtomatik biləm ki, yaşıl artıq qarışıq rəngdir. Qaydanı deyib nümunə gətiririksə, bu formal əməli deduksiyadır. Növbəti testlərdə yenə induksiya, deduksiyaya aid olan suallar olacaq. Orada daha da təkmilləşdirəcəyik. Əsas ki, gedişatı bilək. Baxırıq 6-cı suala. Uyğunluğu tapın deyir. Deməli, gəlin xüsusiyyətləri oxuyaq, bir yerdə uyğunlaşdırmağa çalışaq ki, hansı fikir hansı mərhələyə aiddir. Uşaq televizorda sevimli cizgi filmini tapır. Hər kəsdən ona baxmağını istəyir. Yəni, hamı buna baxmalıdır. Nə məcburdur? Mən baxıramsa, hamı baxmalıdır. Mən baxmaq. Ancaq mən deyən uşaqlar kimləri idi? Mən baxıramsa, hamı baxmalıdır, deyir ona. Kim idi bu? Bəli, ilkin əməliyə aid olan uşaqlar. Deməli, A variantını hara yazacaq? 2-nin qarşısına yazacaq. Ancaq mən baxıramsa, hamı baxmalıdır. Mən belə düşünürəmsə, hamı belə düşünməlidir. Egosentrik, mən mərkəzçiliyi olanlar ilkin əməli idi. Daha sonra B-yə baxaq. Uşaq əlindən alınan əşyanın arxasınca boylanır, onu geri istəyir. Bu nə idi? Bunun mərhələsində, daha doğrusu xüsusiyyətinin adını da demişdik. Bu əşya davamlığı idi. Əşyanı təzədən geri istəyir. Deyir, əşya mənimkidir, qaytar onu. Əşyanın arxasınca boylanır, onu geri almaq istəyir. Bu əşya davamlığıdır. Əşyadır, bu lap primitiv bir davranışdır. Bunu eləsə kim eləyər sizcə? Təbii ki, bəli, hissi hərəkəyə aid olan uşaqlardır. Uşaq bir plastin topunu yuvarlaq və yayılmış şəkildə eyni miqdarda qaldığını anlayır. Yəni, hər ikisinə baxandan sonra anlayır ki, bunların miqdarı eynidir. Bu elə bir ki, induksiyadır da. O da harda olur? Konkret əməldə. Bu, demək, C-ni götürəcək üçün qarşısına. Uşaq problemlə qarşılaşdığı zaman qaydalara uyğun hərəkət edir. Qaydanı bilib hərəkət etmək hardaydı? Bundan öncəki sualda da demişdik. Qaydanı bilirəm, ona uyğun hərəkət edirəmsə, bu da formal əməli mərhələsinə aid olan uşaqlardır. Deməli, nə götürəcəyik? 1-ə B, 2-yə A, 3-ə C, 4-ə də D variantı. Elə düzgün cavabımız A variantı oldu. Daha sonra baxırıq 7-ci suala. Uyğunluğu tapın deyir. Necə tapırdıq dəyərli müdamlər? Doğrudan doğru, yanlışdan yanlış axtaracağıq. Gəlin bir yerdə xüsusiyyətləri oxuyaq, tapaq. Zehni inkişafın ilkin əməli, deməli ilkin əməldən söhbət gedir. İlkin əməli mərhələsində olan uşaqlar cisimlərin kəmiyyət və ya kütləsinin dəyişməsinə baxmayaraq onların tərkibinin sabit qaldığını anlayırlar. Sizcə ilkin əməli mərhələsinə aid olan şəxsə belə bir şey düşünərmi?
İlkin əməli özü məntiqsiz ümumiləşdirən adamdır. O nə bilir ki, deyir ki, cisimlərin kəmiyyəti və kütləsinin dəyişməsinə baxmayaraq tərkibi sabit qalır da, tərkibi eynidir bunların, yəni eyni cisimdir, eyni bir şeydir. Sadəcə kəmiyyəti dəyişəndə bunun tərkibi eyni qalır da deyir. Bunu ilkin əməli anlayarmı? Xeyr, ilkin əməli məntiqsiz ümumiləşdirmə aparanda ilkin əməli hardan bilir? Bir səhvdir. Götürməyəcək biri, bizə uyğunluq deyilir tapın. Zehni inkişafın formal əməli, deməli burada formaldan söhbət gedir. Formal əməli mərhələsində olan uşaq xəstə övladını sağaltmaq üçün dərman oğurlayan şəxs azadlıqdan məhrum edilərmi kimi suallara cavab axtarmağa çalışır. Yəni bu mübahisəli provokativ suallardır. Bu kimi mübahisəli suallara cavab axtaranlar kimlərdir? Təbii ki, kim olacaq? Formal, bəli, böyük uşaqlar. O bir uşaqlar nə biləcək ki, bu doğru fikirdir, yanlış fikirdir, öz mövqeyini bildirəcək, öz fikirlərini əsaslandıracaq. Bu formal əməldir. İkini götürəcəyik. Üçüncü fikrə baxaq. Zehni inkişafın hissi hərəki. Deməli, hansı mərhələdən söhbət gedir? Hissi hərəki. Hissi hərəki mərhələsində olan uşaqlar eyni bir xüsusiyyəti oxşar olan bütün cisimlərə aid edərək həddən artıq ümumiləşdirmə edirlər. Bu hissi hərəki yazıq balaca uşaq deyil, 0-2 yaşlı olan uşaqdır. Hardan həddən artıq ümumiləşdirmə edir? Kimi də bayaq qeyd eləmişdik, həddən artıq ümumiləşdirmə məntiq xətası. Bəli, hətta da burada qeyd eləmişdik. Həddən artıq ümumiləşdirmə eləyənlər ilkin əməliyə aid olanlardır. İlk hissi deyil. 3 səhvdir. 3-ü götürəcəksiniz. Uyğunluq olduğu üçün 1-i də götürürsünüz. Yox, daha doğrusu 1-i götürmədi, 2-ni götürdü, 2-ni götürdü, 3-ü götürdü. Zehni inkişafın konkret əməli mərhələsində olan uşaqlar artıq anlayırlar ki, yəni çünki konkretdə də məntiq var axı. Əgər A B-dən, B isə C-dən hündürdürsə, A C-dən hündür olar. Yəni bu məntiqi var da, konkret əməli mərhələsindən başlayaraq uşaqlar məntiqi olur. Bu doğrudur, amma götürmürsünüz uyğunluq olduğu üçün doğrudan doğru, yanlışdan yanlış götürürsünüz. Düzgün cavabımız oldu 2 3. 2 3 də C variantındadır. Daha sonra baxırıq 8-ci suala. Yəni 8-ci sualın şərtini oxuyaq. Deyir, hansı fikir Jean Piagetin zehni inkişafı mərhələ nəzəriyyəsinə aid deyil? Yəni Jean Piaget nəzəriyyəsində belə bir şeydən danışmamışıq. Yəni variantlara baxaq. Uşaqlar bir işi özləri müstəqil şəkildə etdikdə onda daha yaxşı öyrənmə baş verir. Uşaqlara ümumiyyətlə zehni inkişafı mərhələləri nəzəriyyəsi nədən bəhs eləyir? Uşaqlara imkan verin, şərait yaradın, özləri bir işi müstəqil şəkildə eləsinlər, onda daha yaxşı öyrənirlər. Bu doğrudur. Uşaqlar müxtəlif yaş dövründə müxtəlif problem həll etmə bacarıqlarını nümayiş etdirirlər. Normalda zehni inkişafı mərhələləri nə ilə bağlı nəzəriyyədir? Yaşla bağlı da. Yəni yaş inkişaf elədikcə müəyyən problemləri həll edirlər. Bu da doğrudur. Konkret əməli mərhələsində olan şagirdlər mühakiməyə əsaslanaraq fikir formalaşdırır. Nəyəsə əsaslanıb fikir formalaşdırırlar. Yəni induksiyadır bir sözlə. Nümunəyə mühakiməyə əsaslanaraq fikir yürüdürlər ki, bu beləymiş ki, bu induksiyadır. Deyir, induksiya konkret əməldə olur deyir. Bu da doğrudur. Bunu da götürmürük. Aid deyildir bizə. Daha sonra D variantına baxaq. Uşaqlar hansısa problemi həll etmək üçün pasiv şəkildə gözləyirəm ki, gəlib kimsə mənə kömək eləyər. Baxın, A ilə D-nin fərqinə baxın, antonimdir bir-birinə. Uşaqlar pasiv şəkildə oturub kimsə gözləmirlər, özləri müstəqil şəkildə eləyirlər. Özləri müstəqil şəkildə ətraf aləmi dərk eləməyə çalışırlar. D-də yazıb ki, uşaqlar pasiv şəkildə oturub gözləyir ki, kimsə gəlib mənə kömək eləyər. Təbii ki, bu səhv fikirdir. Bu Piaget nəzəriyyəsinə aid deyil. İlkin əməli mərhələdə olan uşaqlar oyunlaşdırma vasitəsilə dərs keçmək məqsədə uyğundur. Oyun oynamaq, ümumiyyətlə oyun əsaslı təlimini harda da yazmışdıq. Bəli, ilkin əməli mərhələsinə aid olan rollu oyunlar yazmışdıq ilkinin qarşısına. Bu da doğru fikirdir. Uyğun olmayan D variantıdır. Baxırıq 9-cu suala. Klaster tamamlayın yazılıb. Baxın, dəyərli müdavimlər, burada nə yazılıb? İlkin əməli. Deməli, biz şu variantda nə axtarmalıyıq? İlkin əməliyə aid olan bir xüsusiyyət axtarmalıyıq. Burada yazılan məlumatı da oxuya bilərik. Görək burada nə yazıb? Bu mərhələdə olan uşaqlar canlıların xüsusiyyətləri cansız əşyalara köçürürlər. Yəni, bu məntiqsiz düşünən kimi olacaq? İlkin. Onsuz da ilkinin qarşısına yazıbsa, bu ilkindir də, onsuz da. Sadəcə biz mənasını anlayaq deyə oxuduq. Burada da nə olmalıdır? İlkin əməliyə aid olan bir cümlə olmalıdır. Gəlin, o həmin cümləni buradan axtaraq. İnduktiv və yaxud da induksiya harda olur? Bu konkret əməldə olur. Bizə konkret lazım deyil, axı bizə ilkin lazımdır. Daha sonra yalnız şəxsi təcrübələrinə əsaslanmırlar da, hər tərəfli ölçüb, biçib qərar verirlər. İlkinə aid olanlara yalnız öz şəxsi təcrübənə əsaslanır. Mən deyirəmsə, deməli düz deyirəm deməlidir. Amma burada deyir ki, yalnız şəxsi təcrübənə əsaslanmır. Dərindən ölçüb, biçib, hər tərəfli qərar verənə bunlar böyük uşaqlardır. Bunu da silirik. Başqalarının fikirlərini qəbul edə bilmirlər, başqalarının fikirlərini qəbul etmirlər, ancaq özləri gördükləri ancaq mən deyənlər kimlər idi? Bəli, ilkin əməliyə aid olan başqalarının fikirlərini qəbul etmirlər, onların fikirlərinin fərqinə varmırlar, mən deyən düzdür deyir. Bu elə ilkin əməlidir, bizə də ilkin lazım idi, düzgün cavabımız oldu C. Provokativ suallar.
Dəyərli müdavimlər, bayaq da qeyd elədik ki, konspekt dəftərinizə qeyd edə bilərsiniz. Dərs sahəsində demişdik bunu. Provokativ mübahisəli suallar hara yazmışdıq? Bəli, formal əməliyə aid olan uşaqlar. Egosentrik, aramıza Y variantı götürün, dəyərli müdavimlər. Egosentrik düşünmə harda olur? İlkin əməli. Deyə bilərsiniz, bəs Y niyə götürmürük? Cümlə ardına baxın, yazır ki, egosentrik düşüncə malik olmurlar. Bunlar olurlar axı, ilkin əməliyə malik olanlar egosentrik düşüncə malik olurlar. Olurlar olsaydı yeni də götürə bilərdik. Amma yazılmır, olmurlar yazıb, ona görə onda çıxdıq. Düzgün cavabımız oldu C variantı. Baxırıq 10-cu suala. Deduktiv məntiqdən istifadə eləyir. Heç o bir kvadratları oxumağa ehtiyac yoxdur. Deduksiya harda olur? Formal əməlli. İndi biz dərsi öyrəndiyimiz üçün öyrədici xarakter daşısın deyə test izahımız. Ona görə yəni digər bəndlərdə baxaq ki, bu fikri başqa bir yerdə də görəndə bilək. Problemi sistemli şəkildə həll etməyə mücərrəd düşünmək bacarığı, hamısı çətin tapşırıqlarda harda olur? Hamısı bəli, formal əməliyə aid olan uşaqlardadır. Düzgün cavabımız oldu D variantı. Baxırıq 11-ə. Gülnazın ən sevdiyi rəng qırmızıdır. O daha kiçik yaşlarında qırmızının tonlarını fərqləndirə bilmirdi və hamısını sadəcə qırmızı adlandırırdı. 8 yaşından etibarən Gülnaz qırmızının 15-dən çox tonunu aid edə bilir. Hətta onların adlarını da bilir. Özümüzü niyə əziyyətə salırıq? Deməli, burada baxın dəyərli müdavimlərimiz, söhbət nədən gedir? Hissi hərəkət 0-2 yaş, ilkin əməli 2-7 yaş, konkret əməli 7-11 yaş. O da formalda 11-12-dən yuxarı. Bu, yəni belə bir mərhələmiz yoxdur. Bu sadəcə variant olsun deyə yazılıb. Özümüzü əziyyətə salmırıq. 8 yaşdan etibarən 8 yaş gəlib hara düşür? Hara düşdü gəlib? Bəli, konkret əməliyyə. Baxın, görürsünüz necə rahat şəkildə variantı tapdıq. Yaşları yazırıq. Şifahi şəkildə eləmək o qədər də yaxşı deyil. Bunu yazılı şəkildə yazsaq, test yazanda da, imtahanda da onsuz da kağız verilir də bizə. Bunu belə qeydli şəkildə yazsaq daha yaxşıdır. Test deyirəm ki, 8 yaş hara düşür, 8 bura düşür də, 7-dən 11-in arasına düşür. Və sualım oldu konkret əməli mərhələsi. Düzgün cavab oldu D variantı. Baxırıq 12-ci suala. Uşaq əlində olan əşyaları yerə atır. Sonra həmin əşyaları geri istəyir. Buna eyni bu nümunəni dərs izahında demişdim. Əşya uşağı qaytarıldıqdan sonra o yenidən əşyanı davamlı şəkildə atır. Bu əşya davamlılığıdır. Bunun tərcüməsini demişdik ki, əşyanı verir anası, uşaq bir də atır yerə. Təzədən verir, təzədən atır. Bu əşya davamlılığıdır bunun mənası. İndi deyir ki, əşya davamlılığı nədir? Onu axtarın deyir. Uşağın deyir, o oyuncağı davamlı şəkildə yerə atmasının səbəbi nədir? Bunu dərs izahında demişdim, ona görə hal-hazırda qeyd eləmirəm. İstəyirəm ki, cavabı özünüz tapasınız. Uşaq valideynin diqqətini cəlb etmək istəyir, xeyir və yaxud oyuncağın çıxartdığı səs uşağın xoşuna gəlir kimi cavablar düz deyil heç biri. Uşaq artıq anlayır ki, əşyaları onları görmədiyi halda da mövcuddur. Bəli, əşyanın var olduğunu, mövcud o. Mən bilirəm ki, bu dəqiqə görmürəm əşyanı, amma mən bilirəm ki, o otaqda hardasa var. Əşyanın var olduğunu, mövcud olduğunu bilmək, bəli, əşya davamlılığı. Biz də əşya davamlılığı mənasını soruşurlar. O da B variantıdır. Uşaq bunu bilərəkdən valideyni qıcaqlandırır. Balaca uşaqda hissi hərəkət 0-2 yaş uşaq. Yazıq uşağın elə niyyəti olar ki, valideyni qıcaqlandırsın. Əşyanı yerə dəyər çıxartdığı səs uşağın xoşuna gəlir. Bunu bayaq qeyd elədik, dərsdə də qeyd eləmişdik bu səhvdir. Uşaq əşyaları yerə ataraq onları sındırmağa çalışır. Xeyr, əşyanın var olduğunu, mövcud olduğunu anlamağa çalışır. O da əşya davamlılığı idi. Əşya davamlılığı da hardaydı? Hissi hərəkədə. Baxırıq 13-cü suala. Zehni inkişafın mərhələləri nəzəriyyəsinin ilkin əməli hansı idi dəyərli müdavimlərimiz? İkinci mərhələ idi. Uşaqlar nəyə əsasən yeni biliyə yiyələnir? Yəni ilkinə aid olan bir fikir axtarmalısınız. Böyüklərin təcrübələrinə əsasən, axı ilkin əməliyə aid olanlar başqalarının fikirlərini qəbul etmirdilər. Necə böyüklərin təcrübələrinə əsaslanırlar ki? Oxuduqlarına əsasən xeyr. İlkin əməli mərhələsinə aid olanlar, bunlar ancaq gördüklərinə inanırdılar, ancaq öz fikirlərini yürüdürdülər də, egosentrik düşünmələri olurdu. Yaşıdları ilə oyun zamanı, ümumiyyətlə, rollu oyunlar oynayanlar kimlər idi? İlkin əməliyə aid olan uşaqlar. Elə düzgün cavab oldu C variantı. Digər variantlara da baxaq. Böyüklərin dediklərinə əsasən, bunlar böyüklər, başqalarının fikirlərinin fərqinə varmırlar, qulaq asmırlar. Çünki bunlar gördüklərinə inanırlar. Müəllimi müşahidə etməklə xeyr, bunlar ancaq öz gördüklərinə inanırlar. Düzgün cavabımız oldu C variantı. Çünki ilkində nə yazmışdıq? Rollu oyunlar yazmışdıq. Oyun oynayaraq daha yaxşı öyrənirlər. Daha sonra 14-cü suala baxırıq. Piagetə görə zehnin inkişafın hansı mərhələsinə uyğundur? Gəlin indi, deməli 1 ilə 2-ni oxumalıyıq. 1 ilə 2 ikisindən bir mərhələyə aiddir. Eyni miqdarda suyu müəllim 2 qaba tökür. Biri dar uzun, digərsə enli yastı qaba tökür. Uşaq düşünür ki, dar uzun qabda suyun miqdarı çoxdur. Müəllim eyni miqdarda, tutaq ki, 1 litrlik sudur, bir hündür qaba tökür, bir də belə qaba tökür. Amma ikisi 1 litrlik qabdır yəni.
Müəllim suyu tökəndə uşaq qayıdıb deyir ki, müəllim bu dar uzun qabda, məsələn baxın bu qabda su daha çoxdur. Deyirəm ki, ay məsəl üçün Nigar, sənin gözün qabağına tökmədim buraya. Deyir, yox, müəllim görmürsüz, bu hündürdür. Hündürsə deməli bu daha çox su tutur. O hansı mərhələ idi ki, gördüyünə inanırdı. Qıraqdan izah da eləyirik məntiqi, amma bizim dediklərimizə qulaq asmır, ancaq gördüklərinə inanır. Kim idi bu? Bəli, dəyərli müdavimlərimiz. Bu ilkin əməli, egosentrik, mən deyən düzdür, ancaq mən deyənlər idi. İkinci bəndə də baxaq. Uşaq oyun oynayan zaman gözünü əli ilə bağlayır. Özü heç kəsi görmür deyə elə bilir ki, heç kəs də onu görmür. Mən görmürəmsə deməli heç kim də məni görmür. Ancaq mənim fikrim önəmlidir. O hansı mərhələ idi? Bəli, yenə o aiddir. İlkin əməli mərhələsinə aid olan uşaqlar. Düzgün cavabımız oldu A variantı. Başqalarının fikirlərini qəbul etmirlər, başqalarının fikirlərinin fərqinə varmırlar, ancaq öz gördüklərinə inananlar ilkin əməliyə aid olanlardır. 15-ə baxırıq. Jean Piagetə görə zehnin inkişafı mərhələləri nəzəriyyəsinin hansı mərhələsində müharibənin müsbət tərəfi varmı kimi suallar ətrafında müzakirələr təşkil edirlər. Baxın, bu çətin sualdır. Müharibənin müsbət tərəfi varmı kimi sual ətrafında müzakirələr təşkil edir. Hər kəs öz fikrini, öz mövqeyini ortaya qoyur. Kim olar sizcə bu? Təbii ki, formal əməli, böyük uşaqlar provokativ, mübahisəli suallar, ikili fikir yaradan suallara cavab verirsə, bu formal əməlidir. Düzgün cavab oldu D variantı. Jean Piagetə görə zehnin inkişafı mərhələləri nəzəriyyəsində hansı mərhələsində dostunun xəttinə dəyəcəyini bilə-bilə həqiqəti deyən şəxs yaxşı insandır kimi sual ətrafında mübahisəli suallar, baxın dəyərli mübahisəli, provokativ suallar ətrafında müzakirələr aparmaq. Bir yadda saxlayın, müzakirələrdə iştirak etmək, debatlarda iştirak etmək, mövqeyini ortaya qoymaq, fikirlərini əsaslandırmaq, provokativ suallara cavab vermək, bunlar hamısı formal əməliyə aid olan uşaqlardır. Buna oxşar başqa bir sinonim sualda görsəniz, bilin ki, hamısı formal əməliyə aid olanlardır. Baxırıq 17-ci suala. Gəlin xüsusiyyətləri oxuyaq, hansı fikrin hara aid olduğunu tapaq. Payızda yarpaqların töküldüyünü bilən uşaq harda sarı yarpaq görsə, payız fəslinin gəldiyini düşünür. Yəni bir xüsusiyyəti görüb başı hər şeyə şamil eləməyə. Bu həddən artıq ümumiləşdirən nədir? Bir dəfə yarpağı görüb tökülür, düşünür ki, bu sarı rəngdə harda yarpaq görsə, bu payız fəslidir. Bir dəfə qaydanı görür və bütün hər şeyə tətbiqi, məntiqsiz ümumiləşdirənlər ilkin əməliyə aid olan şəxslərdir. Biz burada sadəcə 1-ə A, 2-yə A, 3-ə B, C belə götürəcəkdik. Sadəcə bu variantlar belə verilməyib. Biz amma variantlarla işimiz yoxdur. Biz öz bildiyimiz şəkildə götürəcəyik. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri ayrılıq təşvişi sindromudur. Ayrılıq təşvişi harda olur dəyərli müdavimlər? Elə bil ki, anasını onu bir dəfəlik ayırmış. O lap balaca uşaqlardır. Bu hissi hərəkəyə aid olanlardır. Bu mərhələdə olan uşaqlar oyun qaydalarını digər uşaqlara baxandan sonra müəyyənləşdirir. Bir növ induksiyadır da. Qaydanı baxıram, müəyyənləşdirirəm. İnduksiya nə idi? Baxandan sonra anlamaq. Bu induksiyadır. İnduksiyada harda olurdu? Konkret əməli mərhələsinə aid olan uşaqlardadır. Yəni ilkin hissi, bu da konkret əməli mərhələsinə aid olan uşaqlardır. Yəni sualları oxuyandan sonra A, B, C hara aidsə onu götürməlisiniz. Əvvəlcə baş verən hadisəyə ancaq refleksiv düşünmə. Refleksiv deyirsə, bu hissə hərəkəyə aiddir. Məsələn, 2A götürürsünüz. Təcrübənin az olduğuna daha çox məntiqsiz ümumiləşdirmələr aparanlar kimləri idi? Məntiqsiz şəkildə ümumiləşdirirlər. Bu dəqiq qeyd elədik. İlkin əməliyə aid olanlardır. Riyazi hesablamaları əllərindən istifadə etmədən artıq beyinlərində hesablama başlayır. Konkret əməlinin elə bircə cümləsi vardı. Bu mərhələdən başlayaraq uşaqlar hesablamaları necə apardılar? Beyinlərində aparırlar. Burada götürəcəksiniz C variantını daha doğrusu. C-ni də götürürsünüz 3-ə. Elə 1-ə B, 2A, 3-ə C. Əslində, yəni variantlarda cavab belə olmalıdır. Yəni bir mərhələ soruşulmalı deyildi. Yəni əsas bizə testin mahiyyətidir. Deməli 1-ə B, 2-yə A, 3-ə C. Deməli düzgün cavabımız oldu belə. Burada variant yoxdur. Özümüz bu variantı qeyd elədik. Baxırıq 18-ci suala. Boş xanaya əsasən uyğun olan variantı yazın deyir. Deməli burada da, həm də burada da formal əməliyə aid olan bir fikir axtarmalıyıq. Reflektiv şəkildə öyrən. Bu hissi hərəkədə olur. Bunu çıxdıq. Konseptual düşünür. Yəni konseptual məntiqini işə salır, konseptlər haqqında düşünür, ümumiləşdirib düşünür. Konseptual düşünmək məntiqi işə salmaqdır. Formal məntiqlə düşünür, əlbəttə ki, düşünür. İnduktiv məntiq. Induksiya harda olur? Konkretdə olur. Çoxlu səhv ümumiləşdirmələr bu kim idi? Çoxlu səhv ümumiləşdirmələr, məntiqsiz ümumiləşdirənlər ilkin əməliyə aid olanlardır. Hipotetik düşünmək, abstrakt, mücərrəd, qeyri-adi düşünənlər də bəli, formal əməliyə aid olanlardır. Düzgün cavabımız oldu 2-5 Y variantı. Baxırıq 19-cu suala. Qlobal problemlər bütün dünya ölkələrini, orada yaşayan əhalini əhatə edən, onun hazırki vəziyyətinə və gələcəyinə təhlükə yaradan problemlərdir. İqlimin dəyişməsi, ekologiyanın çirklənməsi də bütün dünya ölkələrində dünya əhalisinə təhlükə altına salır. Deməli, bunlar qlobal problemlərdir.
Baxın dəyərli müdavimlərimiz. İndi cümləni oxuyanda baxaq görək, qaydanı bilib yola çıxdıq, yoxsa sonradan öyrəndik. Baxın, qlobal problemlər bütün dünya ölkələrində yaşayan əhalini, hazırki vəziyyəti, gələcək təhlükə yaradan problemlərdir. Qlobal problemlər bunlardır. Ölkəni, əhalini, hazırki vəziyyəti təhlükə altına salır. İqlimin dəyişməsi, ekologiyanın çirklənməsi əhalini təhlükə altına alır. Deməli, bunlar qlobal problemlərdir. Yuxarıda yazmışam da qlobal problemlər onsuz da. Qlobal problem bütün dünya ölkələrini, orada yaşayan əhalini, onları əhatə edən vəziyyət, hazırki vəziyyət, gələcəkdəki xüsusiyyətlərin, təhlükəli şəraitlər yaradır. Qaydanı yuxarıda deyib, sonra ekologiyada deyir, qlobal problemlərdən biridir, iqlim dəyişməsi və qaydanı deyəndən sonra nümunə gətirmək hara aiddir? Formal əməliyə aiddir, bəli. Yəni cümlənin sonunda baxmayın, deməli varsa bu induksiyadır. Xeyr, həm konkretdə, həm də formaldır. Yəni induksiya deyir, hər ikisinin sonu deməli ilə qurtarır. Siz baxmalısınız, qayda yuxarıda deyilibsə, xırdaçılıq eləyirəmsə, qaydanı deyib çoxlu nümunələr gətirirəm. O formal əməldir. Burada qaydanı yuxarıda demişəm, sonra nümunələr gətirmişəm. İqlimin dəyişməsi, ekologiyanın çirklənməsi və s. və s. Qaydanı deyib nümunə gətirmək deduksiyadır da formaldır. Düzgün cavabımız oldu C variantı. Baxırıq 20-ci suala. Şagird düşünür ki, insanlar bütün heyvanlara qarşı qayğıkeş və mərhəmətli olmalıdır. Çünki onlar da canlıdır. Şərtdə baxın görün nə yazılıb. Baxın, heyvanlara qarşı qayğıkeş, mərhəmətli olmalıdır. Çünki onlar da canlıdır. Yəni nümunə, heyvanları nümunə gətir, sonra deyir ki, nəinki onlara qarşı mərhəmətli, bütün canlılara qarşı mərhəmətli olmaq lazım. Çünki onlar da canlılardır deyir. Deməli, canlılar əsas qaydamız aşağıdadır, ümumi nümunəmiz yuxarıdadır. Deyir ki, şagird düşünür ki, insanlar bütün heyvanlara qarşı qayğıkeş, mərhəmətli olmalı. Sonra deyir ki, çünki onlar da canlıdır. Nümunə gətirəndən sonra deyir ki, onlar da canlıdır. Bu induksiyadır. İnduksiya da hardadır? Konkret əməldir. Əgər biz cümləni belə desəydik ki, bütün canlılara qarşı qayğıkeş və mərhəmətli olmalıyıq. Heyvanlara qarşı da, vergül, bitkilərə qarşı da, vergül və s. bunlara da qarşı mərhəmətli olmalıyıq. Onda elə olsaydı cümlə, onda deduksiya götürərdik. Bütün insanlar bütün canlılara qarşı mərhəmətli olmalıdır. Heyvanlara, vergül, bitkilərə yazılsaydı, onda deduksiya götürər. Çünki qayda yuxarıda deyilmiş olardı. Amma bizim dediyimiz nümunədə bu induksiyadır. İnduksiya da harda olur? Konkret əməli mərhələsində. Düzgün cavabımız oldu B variantı. Baxırıq 21-ə. Müəllim dərs zamanı Piaget'in zehni inkişaf mərhələnin nəzərini tətbiq edərsə, aşağıdakılardan hansını etməsi doğru olar? Yəni, nə axtarmalıyıq? Piaget nəzəriyyəsinə aid olan bir fikir axtarmalıyıq. Formativ qiymətləndirmə zamanı hələ sözündən tez-tez istifadə. Ümumiyyətlə, hələ ki sözü deyirsə, bu Karl Dweck'ə aiddir. Yəni, Piaget nəzəriyyəsinə aid deyil, ona görə bunu çıxırıq. Şagirdlərin bir-birini tanıması üçün Busqueran strategiyalarından tətbiqinə şərait yaratmaq. Bizim uşaqlar bir-birinə ünsiyyətdə olur, Busqueran strategiyalarını tətbiq etmək. Bu, məsələn, empatiya qabiliyyətindədir, empatiya qabiliyyətinin aşılanması. Bu, Daniel Goleman nəzəriyyəsinə deyə bilərik bu fikri, burada demirik hələ ki. Çünki biz burada zehni inkişafın mərhələlərindən danışırıq. Uşaqlara şərait yaratmalı, imkan yaratmalıyıq, ətraf aləmi özləri dərk eləsinlər. Çətin mövzunu oxumazdan qabaq yeni sözlərlə tanış etmək. Əvvəlcə kömək edirəm, istiqamət verirəm, kənara çəkirəm. Bu, Vygotsky nəzəriyyəsindədir, bunda çıxdıq. İkinci Qarabağ müharibəsinə aid videolar göstərəndə şagirdlərin yaşlarını zehni inkişafın mərhələləri nə ilə bağlı nəzəriyyə? Yaşla bağlı. 0, 2, 2, 7 və s. yaşlarla bağlı nəzəriyyə. Deməli, cavabımız oldu D variantı. Uşaqlar mənəvi dəyərləri inkişaf etdirmək üçün müxtəlif mənəvi dəyərdən danışmıyor. Mənəvi dəyərdən məsələn Kolberg danışır. Ona görə bunda çıxdıq. Düzgün cavabımız oldu D variantı. 22-yə baxırıq. Uyğunluğu tapın. Yenə də doğrudan doğru, yanlışdan yanlış axtaracağıq. Piaget'ə görə deduktiv məntiq deduksiyadır, formal əməldə olur. Bu necə fikirdir? Deduksiya formalda olur, düz deyir. Biri götürürük. Deduktiv məntiq xüsusi nəticəyə gəlmək üçün ümumi prinsiplərdən istifadə olunur. Gəlin bu cümləni tərcümə eləyək görək nə deyir? Baxın, burada boşluq var, gəlin bu boşluq hissədə yazaq. Deyir, deduksiya, deduktiv, xüsusi nəticəyə gəlmək üçündür. Baxın, bu xüsusidir. Tərcümə edək cümləni. Xüsusi nəticə gəlmək üçün deyir, ümumi prinsipdən istifadə olunur. Ümumi prinsipdən istifadə, düz deyir də. Xüsusi nəticələrə gəlmək üçün deyir, ümumi prinsipdən istifadə olunur. Qaydanı bilib yola çıxmaq hardaydı dəyərli müdavimlərimiz? Bəli, deduksiyada. Deməli, bu da düzdür. İkinci cümlədə, ikinci fikirdə yazılan cümlə biz tərcümə elədik. Görək nə deyirlər? Deyir, xüsusi nəticəyə gəlmək üçün, baxın, xüsusi, bunları qeyd elədik. Xüsusi nəticəyə gəlmək üçün ümumi qaydadan istifadə olunur. Qaydanı bilib yola çıxmaq deduksiya aiddir. Onsuz da 2 də düzdür, 2-ni də götürürük.
3-ə baxırıq. İnduktiv məntiq, yəni induksiyadır. İnduksiya. Ümumi nəticəyə gəlmək üçün deyir, ümumi deyil ha, ümumiyə gəlirik hələ. Ümumi nəticə gəlmək üçün xüsusi prinsiplərdən istifadə olunur. Yəni balacadan böyüyə doğru hərəkət eləmək deməkdir. Nümunədən özümüzə qayda çıxarmaqdır. Bu induksiyadır. Bəli, düzdür, induksiyadır. Tərifi tərcümə elədi. Doğrudur. Piagenin zehni inkişaf mərhələsində konkret əməli və formal əməli mərhələsində məktəb yaşlı uşaqlara təsadüf olunur və yeniyetmə. Düzdür də. Yaşına uyğun olaraq da tapa bilərsiniz. 7, 11, 11-12-dən yuxarı uşaqlar məktəb yaşlarına və yeniyetməli yaş dövrünə təsadüf olunur. Bu da doğrudur. Hamısı doğrudur. Uyğunluq olduğu üçün nə götürəcəyik? 1-dən 2 A variantı. 23-ə baxırıq. Orqanlar sistemi müəyyən həyati proseslərini tənzimləyən orqanlar qrupudur. Əzələ sistemi sümüklərlə birgə bədənin hərəkətini təmin edir. Deməli, əzələ sistemi də orqanlar qrupuna daxildir. Baxın dəyərli müdavimlər, birinci cümləni gəlin bir də oxuyaq. Orqanlar sistemi müəyyən həyati prosesləri tənzimləyən orqanlar qrupudur. Burada demişsiniz ki, yəni orqanlar sistemi nədir? Həyati prosesləri tənzimləyən orqanların qrupudur. Əzələ sistemi sümükləri birgə bədənin hərəkətini təmin edir. Deməli, onlar da deyir, orqanlar qrupuna daxildir. Yuxarıda demişsiniz də, onsuz da orqanlar sistemi müəyyən həyati prosesi tənzimləyən orqanlar qrupudur. Orqanlar qrupuna əzələ sistemi də daxildir, digər sistem də daxildir. Qaydanı deyib nümunə gətirmək nə idi dəyərli müdavimlər? Bu dəqiqə dedik. Qaydanı deyirsiniz, sonra nümunələr gətirirsiniz. Bəli, deduksiya, yəni formal əməli, bu deduktiv məntiqə aiddir. Düzgün cavabımız oldu A variantı. Bu ola bilər ixtisasınız biologiya deyil, sizin üçün çətin ola bilər. İmtahanda hər ixtisas müəllimi öz fənninə uyğun olaraq düşür. O baxımdan rahat şəkildə imtahanda da tapmış olacaqsınız. Baxırıq 24-də. Sual işarəsində yenə nə yazılmalıdır? Xüsusi təcrübələrdən ümumi prinsiplər çıxardırlar. Baxın, dəyərli müdavimlər, xüsusi nəticələrdən, bayaq qeyd eləmişdik yuxarıda. Xüsusi nəticələrdən ümumi qayda çıxardırlar. Kim idi bu? Nümunələrə baxıb özlərinə qayda çıxardırdılar. Tapa bilməsək problem yoxdur. Bu tərəfində oxuyuruq. Beynində riyazi hesablamalar aparırlar. O kimlər idi ki, bu mərhələdən artıq başlayaraq hesablama beyində olurdu. Hesablamaları artıq barmaqla eləmirlər də, hesablamaları beyinlərində edirlər. Haraydı idi bu da? Bəli, konkret əməl. Yəni ikisi də haraydı oldu? Ortaq fikir nə oldu? Konkret əməl. Yaxşı dəyərli müdavimlər, biz hansı mərhələdə olanlar barmaqlarla hesablama aparırlar. 6-6, məsəl üçün 32 çıxılsın 12. Bunu barmaqla və yaxud da 6-6 çıxıb hesablayanlar. Bunlar kim idi? Yazaraq barmaqla hesablayanlar, bəli, bunlar ilkin əməldir. Deməli, ilkin barmaqla yazaraq hesablayır. Biz konkret nə ilə hesablayır? Beynində hesablayır. Əla, bunu da təkrarlamış olduq. Düzgün cavabımız oldu 24-də C variantı. Baxırıq 25-ə. Sual işarəsində yenə nə yazmalıyıq? Uşaq əşyaları yoldaşları ilə bölüşmək istəmir. Hamısı mənimdir, mənə məxsusdur. Ancaq mənəm deyir. Hər şeyin ona məxsus olduğunu düşünür. Mən mərkəzçiliyi. Başqalarının yanaşmaların fərqinə varmırlar. Mən demişəmsə, mən görmüşəmsə, deməli düz görürəm. Kim idi bu? Ancaq mənəm deyənlər. Bəli, ümid edirəm ki, cavabı tapdınız. İlkin əməlliyə aid olan uşaqlar. Düzgün cavab oldu B variantı. 26-ya baxırıq. İndi baxırıq ki, bu sual induksiyadır, yoxsa deduksiyadır. Baxın, dəyərli müdavimlər, hissə oxuyuram ki, tam aydın olsun. Orqanik məhsulların tərkibində insan orqanizmi üçün faydalı elementlər var. Biz bilmirik bu induksiyadır, deduksiyadır, hələ tam olaraq tuta bilmədik. Gəlin o bir fikirlərdə oxuyaq. Qidaların bir çoxu doyumlu olsa da, amma insan orqanizmi üçün heç bir faydası yoxdur. Deməli, heç də bütün qidalar, təkcə orqanik yox ha, bütün qidalar insan üçün faydalı deyildir. Mən orqanik olsun, digər məhsullar olsun, mən onları nümunə gətirmişəm. Axırda deyirəm ki, nəinki onlar. Bütün qidalar, sən demə, insan orqanizmi üçün faydalı deyil. Bu bütün qidalar ümumi fikirdə orqanik nümunə gətirmişəm. Orqanik məhsul olsun, kənd məhsulları olsun və s. Deməli, axırda deyir ki, heç də bütün qidalar insan üçün faydalı deyil. Sonradan mən başa düşürəmsə, bu nə idi dəyərli müdavimlər? Sonradan ümumi qayda çıxarmısınız sözünüzə. Bəli, bu induksiyadır. Induksiyada harda olur? Konkret əməldir. Əla. Ümid edirəm ki, cavabı artıq özünüz tapdınız. Bəli, bu konkret əməlliyə aiddir. Ona görə sualı dəqiq şəkildə təhlil edəndə avtomatik variantda tapa bilirik. Yəni 27-ci sualı oxuyum. Mən oxuyum, siz tapırsınız ki, hansı mərhələyə aiddir.
Bu dövrdə uşaqlarda egosentrik, bunu dəfələrlə bayaq qeyd elədik, egosentrik düşünmə formalaşır. Onlar özlərini, mən, ancaq özləri dünyanın mərkəzində görürlər. Baş verən hadisə özləri ilə bağlıdırlar. Nə hadisə baş verdi, mənə görə oldu. Mən, ancaq mən deyən. Mən, varsa hansı mərhələdir bu? Bəli, ilkin əməli mərhələsi. Düzüncü cavabımız oldu Y variantı. Baxırıq 28-ci suala. Çoxnövlü intellekt nəzəriyyəsinə görə, bu arada bu çoxnövlü intellekt Gartner nəzəriyyəsidir. Çoxnövlü intellekt nəzəriyyəsinə görə sözlərlə düşünən uşaqlar verbal lingvistika aiddir. Deməli, sözlə düşünən kim varsa, hamısı verbaldır deyir. Şagirdlərdən birinin şifahi və yazılı nitqi digərlərindən seçilir. Deməlidir, Gartner nəzəriyyəsinə görə bu şagird verbal lingvistikdir. Siz bunu sonradan bildiniz, yoxsa əvvəldən bilirdiniz sözlərlə düşünənlərin verbal olduğunu? Təbii ki, əvvəldən yazılıb da. Kim sözlə düşünürsə, o verbaldır. Nigar da verbaldır, Aygün də verbaldır, Leyla da verbal lingvistikdir. Qaydanı demişəm ki, kim sözlə düşünürsə, hamısı verbaldır. Qaydanı deyəndən sonra, ümumi qaydanı deyəndən sonra nümunələr gətirirsiniz. Yəni, qaydanı deyəndən sonra xüsusilər nümunə gətirirsiniz. Qaydanı deyib hərəkət eləmək hardaydı? Deduksiya idi. Bəli, deduksiya da harda olur? Formal əməldə olur. Düzüncü cavabımız oldu A variantı. Baxırıq 29-a. Niyə Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsi ilkin əməli, deməli ikinci mərhələdən söhbət gedir. İlkin əməli mərhələsində olan uşaqlar mülahizəndə çoxlu, kimi o məntiqsiz ümumiləşdirmələr aparan, hədsiz ümumiləşdirmələr aparan, bəli, onsuz da yazıblar şərtdə, bu ilkin əməlidir. Niyə elə eləyirlər sizcə? Çünki onların məhdud təcrübələri var. Bayaq elə tez-təzə başında qeyd kimi yazmışdıq. Məhdud təcrübələri var, məntiqsiz ümumiləşdirmələr aparırlar. Niyə sizcə onlar məntiqsiz ümumiləşdirmə aparır? Çünki təcrübəsi yoxdur axı, ona görə. Baxın, C variantı düzgün cavabı. Məhdud təcrübələrin olduğuna görə nə gəldi, ona görə ümumiləşdirirlər. Məntiqsiz ümumiləşdirmələr burada olur. Düzgün cavabımız oldu C variantı. Dərin biliyə malik olacaq. Bu niyə məntiqsiz ümumiləşdirir ki sizcə? Böyüklərin təlimatına qulaq asmadıqlarına görə yox, bunlar məhdud təcrübələri olduğuna görə eləyirlər. Konseptual düşündükləri üçün deyil, sosial cəhətdən təcrid olunduqlarına görə deyil, heç biri düz deyil. Məntiqsiz ümumiləşdirmə aparılmasının səbəb nədir? Məhdud təcrübələrin olduğuna görədir. Düzgün cavabımız oldu C variantı. Baxırıq 30-a. Uşaq yeni keçdiyi şəhərdə, baxın dəyərli müdahil, burada induksiya, deduksiya soruşulacaq 100% birdən bizdən. Ona görə də dəqiq şəkildə sualın şərtini təhlil edək. Bir də başdan oxuyaq. Uşaq yeni köçdüyü şəhərdə müşahidə edir ki, şəhərin bəzi sakinləri bazar günü dəniz kənarı parkda ailələri ilə birlikdə gəzintiyə çıxır. Bəziləri isə yoldaşları ilə müxtəlif oyunlar oynayır. O sakinlərin həyat tərzi haqqında belə bir fikrə gəlir ki, onlar həftə sonları açıq havada keçirməyə üstünlük verirlər. Baxın dəyərli müdahimlər. Şagird hansı qənaətə gəldi? O, sakinlərin həyat tərzi haqqında belə bir fikrə gəlir ki, onlar həftə sonlarını açıq havada keçirməyə üstünlük verirlər. Tutaq ki, şagird mənəm də. Mən hardan bu qənaətə gəldim sizcə? Mən baxdım da, mən köçdüyüm yeni şəhərə baxıram ki, bəzi sakinlər bazar günü dəniz kənarı parkda gəzirlər, bəziləri müxtəlif oyunlar oynayırlar. Sonra mən özümə bir nəticə çıxartdım, belə bir qənaətə gəldim ki, deməli sakinlərin həyat tərzi haqqında belə bir fikrə gəldim. Həftə sonları onlar açıq havada keçirməyə üstünlük verirlər. Baxandan sonra özümə bir qayda çıxartdımsa, bu hansına aid idi dəyərli müdahimlər? İnduksiya idi, yoxsa deduksiya idi? Bəli, bu induksiyadır. Baxandan sonra, belə bir qənaətə gəldim. Deyirəm, deməli bunlar şənbə bazar günlərində gəzintiyə üstünlük verirlər. Qaydanı bilmirdim də, baxandan sonra bildim. Çünki mən özüm bu şəhərə yeni köçmüşəm. Hardan biləcəm bu şəhərin qaydası nədir? Qaydanı hardan bildim? İnsanları izlədim, müşahidə elədim, sonra belə bir qənaətə gəldim. Bu aiddir induksiya, o da konkret əməldir. Sualı hər tərəfli izah elədim ki, qaranlıq qalan heç bir məqam olmasın. Düzgün cavabımız oldu C. 31-ə baxırıq. Ana qızının dəfələrlə əlindəki əşyanı yerə ataraq onu geri istədiyini şahid olur. Bu əşya davamlığı idi bu arada. Əşya davamlığı. Bundan öncəki testdə izah eləmişdik bunu. Ana əşyanı yerdən qaldırıb qızına verər-verməz o əşyanı yenidən yerə atır. Bu hansı mərhələdə idi dəyərli müdahim? Əşya davamlığı hardaydı? Əşya davamlığı, bəli, hissi hərəkidə idi. Hissi hərəki. O da hardadır? C variantında. Ona görə əşya davamlığın mənasını bilməliyik ki, əşyanı görməsən də onun var olduğunu, mövcud olduğunu bilmək. O da hiss hərəkəti olur. 32-yə baxırıq. Müəllim şagirdlərə keçirilən bölməyə aid test tapşırıqlarını hazırlayacağını bildirir. Ki, uşaqlar bölməni keçdik, qutardıq, mən sizə test tapşırığı verəcəm. Bu zaman şagirdlərdən biri düşünür. Həmin bölmədə feilin şəkilləri ilə bağlı da mövzu keçmişik. Deməli, həmin feilin şəkillərində aid testlər olacaq. Qaydanı yuxarıda demişəm də. Ay uşaqlar, bu bölmədə nə keçmişəmsə, hamısına aid suallar. Bölməyə aid, bölmədə 12 dənə mövzu var idi.
Bu bölməyə, bu 12 dənə mövzuya aid mən sizə suallar hazırlayacağam. Uşaqlarda bir qayda deyir ki, deməli, orada feilin şəkilləri də olacaq. Qayda yuxarıda deyilib də bu bölmədə nə varsa, hamısına uyğun sual hazırlanacaq. Qaydanı deyəndən sonra uşaq başı nümunə gətirin. Onun içində feil də olacaq, içində sifət də olacaq, əvəzlik də olacaq. Qayda yuxarıda deyilib də sonradan öyrənmək ki, uşaq. Qaydanı mən yuxarıda demişəm ki, bu bölmədə nə varsa hamısına aid sizə test verəcəm. Qaydanı deyəndən sonra nümunə gətirmə hardaydı? Bəli, dəyərli müdavimlər, deduksiya, yəni formal əməli. Burada qayda ümumi qayda deyilib onsuz da. Şagird ora nəyi nümunə gətirir? Feil, sifət, isim. Qaydanı deyəndən sonra nümunə gətirmək formaldan deyən deduksiyada olur. Düzgün cavabımız oldu C. 33-ə baxırıq. Sənətə olan həvəsimin ardınca getsəm və peşəkar rəssam olsam necə olar? Özümü yaradıcılıq cəhətləri ilə ifadə etməklə cəmiyyətə nə dərəcədə faydalı ola bilərəm kimi suallara cavab verən kim olar sizcə bu qədər dərin düşünən? Sənəti olan həvəsim ardınca getsəm, görürsən peşəkar rəssam olacam mən. Yaradıcılıq cəhdləri eləsəm, görürsən mən özüm üzərimdə inkişaf eləyə bilərəm, cəmiyyət üçün faydalı ola bilərəm deyir. Bu qədər mübahisəli, hər tərəfli düşünən uşaq kim olacaq sizcə? Təbii ki, bəli, formal əməli, böyük uşaqlar. 11-12 yaşına yuxarı olanlar. Baxırıq 34-ə. 34-də nə yazıb? İlkin əməli mərhələsində olan şagirdlərin inkişafı üçün hansı fəaliyyət etmək effektiv olar? Yəni, ilkin əməliyə aid olan fikirlər axtarmaq. Yəni, variantlara baxaq. Uşaqlar bir araya gəlib musiqi alətləri ilə oynadıqları, oynamaq varsa, rollu oyunlar oynayırlar, müxtəlif oyunlar oynayanlar ilkin əməlidir. Bu düzdür, biri götürəcəyik. Rollu oyunlardan bu dəqiqə dediklə, görürsünüz, səsimizi eşitdilər, sual qoydular ona uyğun. Bəli, 2 də düzdür, rollu oyun 2 də götürürsünüz. Müsbət mənfi obrazlar müzakirə elə. Bu qədər dərin düşünmə nə gəzir ilkin əməldə hələ müzakirə edilir. Bunlar məntiqsiz düşünən uşaqlar idilər. Üzünüzü əl ilə örtərək gizlənmə. Bu nəyə effektiv olsun? İlkin əməli mərhələsinə aid hansı fəaliyyətə etmək effektiv olur? Oynamaq, rollu oyunlara cəlb etmək, üzünüzü əl ilə örtərək gizlənmək. Burada yəni qeyri-adi nədir ki, heç nə. Bizə deyir ki, hansı effektiv olar deyir, ilkin əməlini inkişaf elətdirərik. 1-dən 2. Düzgün cavabımız oldu A variantı. Daha sonra baxırıq 35-ə. Əgər tələbə bütün mövzuları diqqətlə öyrənsə və təkrar edirsə, o zaman imtahana yüksək nəticə göstərər. Tələbələrdən biri bütün mövzuları diqqətlə öyrənib və təkrar edib. Həmin tələbə imtahana yüksək nəticə göstərə bilər. Baxın, dəyərli müdavimlər, siz bunu sonradan bildiniz, bu tələbənin yüksək nəticə göstərə bilmə ehtimalı, yoxsa əvvəldən bilirdiniz? Təbii ki, əvvəldən bilirdin. Şərtdə yazılıb da, bütün mövzuları diqqətlə öyrənsən, təkrar etsən, imtahanda yüksək nəticə göstərəcəksən. İndi nümunə gətirib, tələbələrdən biri olan, tutaq ki, Aygün, bütün mövzuları diqqətlə öyrənib, təkrar edib. Deməlidir, o yüksək nəticə toplayacaq. Bilirdik də onsuz da kim bütün mövzuları oxuyacaqsa, hamısı yüksək toplayacaq. Bu deduksiyadır, bu formal əməldir. Yəni, adi özümüzdən bir nümunə götürək. Tutaq deyirik ki, Taymın testlərini hamısını yazsa, kim hamısını yazsa, imtahanda yüksək nəticə əldə edə bilər. Taymın testlərini çox yaxşı şəkildə ən azı 2 dəfə işləsək, bütün testləri, biz orada yüksək nəticə əldə edə bilərik. Çünki Taymda olan testlər hər biri çərçivəyə uyğun olan suallardır. Yəni, çərçivədən kənar heç bir mövzu yoxdur burada. Mən bunu yaxşı şəkildə işləsəm, kim işləsə deyirək, imtahanda yüksək nəticə toplaya bilər. Deyir ki, Aygün də Taymın testlərini 2 dəfə işləyib, deməli, o da yüksək nəticə toplayacaq. Düz deyirik. Qaydanı demişdik də, Taymın testlərini işləyəndə, dərsləri yaxşı şəkildə qoşulanda, dərsi anlayanda yüksək nəticə toplama ehtimalını əvvəldən demişdik. Qaydanı deyib nümunə gətirmək formalda olur. Düzgün cavabımız oldu C variantı. Baxırıq 36-ya. Ceyhun məktəbdə keçirilən debatlarda aktiv iştirak edir. Debat sözündən artıq məlumdur, söhbət hansı mərhələdən gedir. Fikirlərini sistemləşdirərək nəql etmə bacarığı abstrakt düşüncənin güclü inkişaf hesabına bir çox debatlarda qalib olur. Debatlarda fikrin bildirmə, mövqe bildirmə, arqumentlər gətirmək, fikirlərini sistemləşdirmə, planlı düşünmək hamısı harda olur? Bəli, deyirəm ki, cavabı tapdınız. Formal əməliyə aid olan uşaqlardır. Debatda kim aktiv iştirak edəcək? Böyük 11-12-dən yuxarı olan uşaqlar. Yaşları gərək 11-12-dən yuxarı olsun. 37-yə baxırıq. Bu mərhələdə uşaqlar deyilən hər bir məsələni yaşanan hadisə özləri, öz həyatı ilə bağlayır. Mənə görə oldu, mən. Ancaq mən deyənlər kimlər idi? Bəli, ilkin əməliyə aid olanlar, egosentrik ikinci mərhələ. Daha sonra baxırıq 38-ə. Bütün canlıların məhdud ömrü var. Yine bu sualda baxmalıyıq ki, biz ümumi qaydadan gəlmişik, yoxsa nümunə ilə hərəkət eləmişik. Bütün canlıların məhdud ömrü var. Buna uyğun bayaq bir özümdən nümunə demişdim.
orqanik məhsul sualı var idi, bundan öncəki sualda. Elə ona oxşar bir sual deyir. Bütün canlıların məhdud ömrü var. Bitki də canlıdır, heyvanlar da canlıdır. Deməli, onların da məhdud ömrü var. Qaydanı deyib bitkiləri nümunə gətirmişəm, heyvanları ora nümunə gətirmişəm. Bitkilər də canlıdır. Onu yuxarı demişəm də, yəni nə qədər canlı varsa hamısı məhdud ömrü var. Bu deyir ki, bitkilər də canlıdır. Deməli, onların da məhdud ömrü var. Heyvanlar da canlıdır. Onların da məhdud ömrü var. Yəni qaydanı deyəndən sonra bitkidir, heyvandır, nə istəsəz nümunə gətirin də. Bu hara aiddir? Qaydanı deyib nümunə gətirmə bu deduksiya olur. Deduksiya. Deduksiya harda olur? Formal əməldə olur. Üçüncü cavabımız oldu D variantı. 39-a baxırıq. Verilən rəng tonları qrup, belə yadda saxlayın dəyərli müəllimimiz, qruplaşdırmaq, sistemləşdiririk. Məsələn, rənglər verib mən onları sistemləşdirirəm. Rəng verib mən həmin rəngləri qruplaşdırıram. Artıq nümunələrdən özümüzə bir ümumi qayda çıxardırıq. Qruplaşdırmaq görsəz, məlumatları, hər hansı bir məlumat varsa, onları fərqləndirib, qruplaşdırıb, sistemləşdirə bilirəmsə, artıq bu konkret əməli mərhələsinə aid olanlardır. Bir növ induksiyadır da. Nümunələri görürəm, sonra qruplaşdıram ki, hə, bunlar məsələn bu qırmızı rəng çalarlardır. Bunları qruplaşdıram, deyirəm bunlar sarı çalarlardır və s. Qruplaşdırmaq varsa, bu konkret əməliyə aiddir. Baxırıq 40-cı suala. Deyir, göyərçin quşdur və uça bilir. Dəvə quşu isə quş olsa da uça bilmir. Deməli, heç də bütün quşlar uça bilmir. Baxın, göyərçin nümunə gətirmişəm mən bura. Dəvə quşunu nümunə gətirmişəm. Axırda deyirəm ki, deməli, heç də bütün quşlar uça bilmir. Qaydanı sonradan vurğulamışam. Göyərçini nümunə gətirdim. Dəvə quşu. Axırda deyirəm ki, bütün quşlar uça bilmirmiş ki. Sonradan öyrənmə hardaydı? Nümunədən özümüzə ümumi bir qayda çıxardırıqsa hardaydı? Bəli, ümid edirəm ki, özünüz tapdınız. İnduksiyada. O da harda olur? Konkret əməldə. Düzgün cavab oldu C variantı. 41-ə baxırıq. Uşaq düşünür ki, əgər bir sırada düzülən cisimlər arasında, məsələn, gəlin bu nümunəni tərcümə edək. Bu bir sıradır. Burada cisimlər düzülüb. Digər cisimlər necə düzmək lazımdır? Düzülən cisimlər arasındakı məsafəni böyütsə, birini burada qoyuram, birini burada qoyuram. Birini burada, birini də lap o biri başda qoyuram. Deyir ki, düzülən cisimlər arasındakı məsafəni böyütsə, cisimlərin sayı artır. Dəyərli bilirəm, burada sayı artırmı? Yox. 4 dənədir. İstəyirsən bunları yan-bayan qoy. 1, 2, 3, 4. Say artdı, artmadı axı. Məsafə. İndi hansı mərhələdə olan uşaqlar düşünər ki, sizcə, biz bu cisimləri aralı düzsək, bunun sayı çox olacaq. Kimdir belə məntiqsiz düşünən sizcə? Bəli, harada məntiqsiz fikir yürüdən varsa, o ilkin əməlidir. Qıraqdan kimsə deyir ki, bax, oğlum, burada da 4 dənə var, burada da 4 dənə cisim var. Eynidir, deyir, yox, görmürsən, burada nə qədər, buradan başlayır, burada qutarır. Amma buradan başlayır, burada qutarır, deyir. Məsafə çox olanda düşünür ki, orada əşyaların sayı da artmış olur. Bu ilkin əməldir. Məhdud təcrübəsi var, ona görə belə fikir yürüdəcək. Daha sonra dərs sahəsində demişdim, bir var 5 manat, bütöv 5 manat. Bir də var 1, 2, 3, 4, 5 dənə 1 manat. İlkin əməliyə görə harda çox pul olacaq? Təbii ki, 1 manatları deyəcək, gör burada nə qədər bir pul var. Amma 5 manat bir dənə puldur da, bir dənə kağız puldur. Ona görə belə düşünərlər kimlərdir? İlkin əməliyə aid olanlar. 42-yə baxırıq. Müəllim sinifə gec gələn şagirdi danladıqdan sonra digər şagird yoldaşı düşünür ki, müəllim dərsə gecikməyi xoşlamır. Deməli, dərsə gecikmək olmaz. Deməli, uşaq kimsə danlanmalıdır ki, bunlar başa düşsün. Kimsə danlayandan sonra uşaq deyir ki, deməli, müəllim gecikməyi xoşlamır. Qaydanı kimsə danlayandan sonra özümə qayda çıxartdım ki, deməli, müəllim belə bir şeyi xoşlamır. Kim idi o? İnduksiya idi, yoxsa deduksiya idi? Nümunədən özümüzə qayda. Kimsə döyüldü, kimsə danladıq, sonra bildik ki, gecikmək olmazmış. Bu hara aiddir? Bəli, induksiya. O da hardadır? Konkret əməliyə aiddir. Baxırıq 43-ə. Bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Baxın, bütün müstəqil dövlətlərin, buradan əslində bizə bir açar məqamı vurğulayıblar, amma yenə axıra qədər oxumaq lazımdır. Bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Azərbaycan da müstəqil dövlətdir. Deməli, Azərbaycan ərazisi toxunulmazdır. Qaydanı yuxarıda demişsiniz ki, bütün müstəqil dövlətlərin ərazisi toxunulmazdır. Azərbaycan da müstəqil dövlətdir, onun da ərazisi toxunulmazdır. Qaydanı deyib nümunə gətirmək hardaydı? Bəli, dəyərli müdavimlərimiz deduksiya idi. O da hardaydı? Formal əməliyə aiddir. Ümid edirəm ki, bu testin izahı sizlər üçün çox faydalı olacaq. Həm induksiyadır, həm deduksiyanı bunu rahat şəkildə fərqləndirə biləcək. Çünki induksiya, deduksiya ancaq piajda yox, eyni zamanda təfəkkür mövzusunda da bizim işimizə yarayacaq. Ona görə də bunu çox yaxşı şəkildə öyrənmək lazımdır. Baxırıq 44-ə.
Müəllim şagirdlərə məktəbdə davranış problemlərini həll etmək üçün layihə hazırlamağı tapşırır. Layihə hazırlayan kim olacaq sizcə? Hər hansı bir problem var, problemi həll etmək üçün layihə hazırlamaq lazımdır. Layihə hazırlamaq üçün gərək uşaqlar böyük uşaq olmalıdır. Məntiq, abstrakt, hər tərəfli düşünən uşaq olsun. O da kimdir? Bəli, formal əməliyə aid olan uşaqlar. Düzgün cavab oldu C. 45-ə baxırıq. Deyir müəllim, daha doğrusu 45. Mən gələcəkdə həkim olmalıyam. Çünki insanların sağlamlığına xidmət etmək mənim üçün dəyərlidir. Bu qədər məntiqli, bu qədər mənalı düşünən kimdir sizcə? Deyir mən gələcəkdə həkim olmalıyam. İnsanların sağlamlığına xidmət etməliyəm. Buna xidmət etmək mənim üçün çox dəyərlidir. Bu qədər dərin düşüncəyə malik olanlar kimlər idi? Bəli, formal əməliyə aid olan uşaqlar. Düzgün cavabımız oldu C variantı. Bu da elə sonuncu sualımız idi. Ümid edirəm ki, Piaget'in test silahı hər birinin üçün həm faydalı oldu, həmçinin də öyrədici xarakter daşıyır hər birinin üçün. Dinlədiyiniz üçün də təşəkkür edirəm.